Bir daha xoş gördük sizləri. Bugünkü dərsimiz artıq biz tool menyusundan keçib, biz artıq create bölümündə, yəni vektorlaşdırmanı hansı, belə deyim də, 3 tip bizdə layerlər var, nöqtəvi, sahəvi, bir də xətti və 3 layerin də vektorlaşdırılma alətləri biraz fərqlidir. O da təbii ki, fərqli də olmalıdır forma və ölçülərinə görə. Başlayaq birinci eləməz nöqtəvi obyektlərdən. Nöqtəvi obyektləri vektorlaşdırmaq üçün istənilən bir nöqtəvi obyekti layeri seçən kimi üzərində birinci çıxan belə deyim funksionallıq create a point features'dir. Yəni nöqtə ilə götürüb klikləməklə nöqtəvi obyektləri vektorlaşdırma olur. Təbii ki, mən burada bunun rəngini və ölçüsünü dəyişmişəm ki, ekranda yaxşı görsənsin. Yəni etdiyim dəyişiklik odur. Discard edirəm, dəyişiklikləri ləğv edirəm. Yenidən bildik ki, bu nöqtə vektorlaşdırması bundan həyata keçirilir. İkinci gələn isə deməli xəttin və daha doğrusu xəttin sonuna və yaxud da əvvəlinə nöqtə qoymaq üçündür. Əslində sonu üçün idi, deyəsən sonu üçün xəttin sonuna. Bu da necədir? Məsəl üçün, belə düz xəttə çəkə bilərsiniz. Yekunlaşdıranda sonuna nöqtə atacaq, o xətti siləcək. Və yaxud da ki, belə bir xətti çəkib, üstünə klikləsək, sonuna nöqtə qoyacaq. Mən bu funksionallığı tam olaraq desktopda da başa düşmürəm ki, niyə görə bunu yaradıblar? Çünki praktikada, əgər bura nöqtə qoymaq istəyirəmsə, elə birbaşa nöqtəni qoyaram. Bu xəttin də sonuna nöqtə qoymaq istəyirəmsə, elə nöqtəni götürüb qoyaram, nəyə görə əziyyət çəkib xətt çəkməliyəm. Bu kimi suallar yaranır. Təbii ki, özüm o sualları yaratmışam özüm üçün də, amma cavabını tapa bilmirəm. Sonra növbəti isə deməli nöqtələr yaratmaqda hansı hallarda? Biz yenə bunu discard edək, yaddaşa verməyək və keçək növbətisinə. Növbəti nöqtələrin sayıdır. Məsəl üçün, xətti seçirik, istənilən bir xətti. Seçən kimi artıq istiqamətini göstərir bilər ki, start point budur, end point budur. Və xəttin uzunluğunu burada bizə verir ki, 46 metr və artı da var. Və burada soruşur bizə əlavə olaraq additional points versin, yoxsa yox, xəttin əvvəlinə və yaxud sonuna. Biz oralara qeyd qoya bilərik və yaxud da ki, burada verə bilərik ki, 2 nöqtə qoy, xəttin əvvəlinə start nöqtəsində də 1 nöqtə əlavə elə. Yəni, bura qeyd qoymaq, yəni 1 nöqtə əlavə eləmək deməkdir. Create eləsək, xəttin başlanğıcına 1 nöqtə, digər 2 hissəyə də eyni məsafədə 2 nöqtəni əlavə eləyəcək. Biz geri qaytarırıq, təzədən seçirəm. İkincisi isə yenə xəttin uzunluğunu göstərir. Hardan başlayasan, from startdan qeyd qoymaq olar. Burada artıq bərabər məsafələr verəcək. Distans məsəl üçün verirəm ki, tutaq ki, xəttin uzunluğu 46-dırsa, verək məsəl üçün 10 metrdən 1. Əgər 10 metrdən 1, bunlara da qeyd qoysaq əvvəlinə də nöqtələr qoyacaq. Amma qeyd qoymadan məsafə olaraq 10 metrdən 1 verirəm və hesablayır. Buradan 10 metr başlanğıcdan hesablayır. 10 metr bura qoyur, 20-ci metrdə, 30-cu və 40-cı metrdə. Burada təbii ki, 6 metr nə qədər yer məsafəmiz qalır. Yenə geri qaytarıram, təzədən seçirəm və sonuncu. Sonuncu nədir? Yenə də from startdan gedir söhbət. Bunu dəyişə bilirsən. Burada from startdırsa, yəni üstünə klikləsək from end olacaq. Və bu formada davam edirik. Burada məsafə verə bilirik yenə də. Məsəl üçün, uzunluq 46 metrdirsə, mən 10 metr verirəm. Bir dənə nöqtə, 10 metrdə bir nöqtə artsın. Enteri vururam, ikinci qrafa yaradır. Yəni, başlanğıcdan 10 metrdən sonra bir nöqtə atacaq. Sonraki 5 metr tutaq ki, verirəm. Ondan sonrakına, məsələn, 15 metr verirəm. Bu formada create etsək, artıq buradan 10 metr hesablayıb bir nöqtə qoyacaq. Sonraki 5 metr hesablayacaq. Bu nöqtədən 5 metr hesablayıb qoyacaq. Ondan sonra da 15 metr hesablayıb qoyacaq. Yəni, bu hər funksionallıq bundan ibarətdir. Biz geri qaytarma edirik və bu pəncərəni geri dönüb keçirik line tipli deməli
layerə. Line tiplidə də yenə də üzərinə kliklədiyimizdə öncə line çəkmək üçün funksionallıq gəlir. Zaten bunu çəkirsiniz, hamınız da bilirsiniz. Bundan sonra gəlir bucağa görə. Məsəl üçün, hansısa bir tikili də verə bilərik. Tutaq ki, bu tikilinin, bu tirindən bura bir düz xətt çəkirik. Artıq yəni bu düz xətti çəkəndən sonra bu düz xətti, bu hissəni özünə baza xətti hesab edir və yuxarıya və aşağıya doğru hərəkət elətdirdikdə o bucağı nəzərə alıb 90 dərəcə bucaq altında aşağı-yuxarı, yəni qıraqlara da etsən getməyəcək. Etsəniz bu formada növbəti xətti çəkməyə imkan verir. Mən bunu yenə geri qaytarıram. Ondan sonra gələn deməli splitdir. Split nədir? Məsəl üçün xəttlərin kəsişməsində qırır. Bu hansı hallarda lazım ola bilər? Məsəl üçün yolun mərkəz xəttində. Tutaq ki, buradan bir yol gedir. Mən bu formada yolu çəkirəm və bu yolla da yolun mərkəz xəttidir. Başqa bir yol kəsişir. Bu formada da kəsişdirib aparıram, yəni çəkirəm. Və sonra deaktiv edib seçdikdə baxacaqsınız ki, həmən xəttləri kəsişdiyi yerdən qırıbdır. Discard edirəm, yenə də geri qaytarıram. Ondan sonra gələn əmr bu hansı funksiyanı yerinə yetirir? Məsələn, bir yerdə mərkəzi nöqtə qoyub, sağ tərəfə çəkib mausu belə bu formada istənilən ölçüdə xəttlər ata bilərsiniz. Bu, belə bir xəritələr hazırlayırlar, onlar üçün istifadə olunur. Düzdür, belə, yəni, fiziki olaraq buna uyğun bir obyekt olmur ki, onu vektorlaşdırasan. Amma görmüşəm belə bir şeylər rastıma çıxıbdır. Geri qaytarıram. Sonra gəlir, deməli, iki nöqtənin xətti, bu necə idi? Hə, bu nədir? Deməli, bu şeydə də, AutoCAD-da da var bunu. Line çəkəndə bu formada eləyir, polline eləyəndə bütöv gedir xətt. Burada iki nöqtədən artıq xətt çəkmək olmur. Normalda biz deməli, xətti necə çəkirik? Buradan götürdük, bir neçə nöqtə qoya-qoya gedir xətt. Nə vaxt bitirirsə, onda bitir. Bunda amma elə deyil. Bunda iki nöqtədən artıq əlavə edə bilmirsən. Çəkəndə iki nöqtə çəkir. Davam etmək istəyirsən, davam edə bilmirsən. Bundan sonra gəlir freehanddir. Bu nədir? Bir dəfə klikləyib mausu əlvi hərəkət elətdirməklə, heç bir düyməyə klikləmədən hərəkət elətdirməklə düz xətti çəkib gedir. Bu şeydə, line-da rastıma çıxmayıb, amma poligonda bu fayda verir. Gölləri filan çəkəndə, sahil zolağını çəkəndə daha faydalı olur. Və sonda tracedir. Trace nədir? İzləyir hansı obyekti. Məsəl üçün, bunun üzərinə klikləyib mausu hərəkət elətdirsək, hara qədər istəsək, ora qədər gəlir və buradan da digərinə də keçid edib üstünə getmək olar və yaxud da ki, yekunlaşdırma olar. Line üçün də bu qədər. Sonra bir də poligon üzrə göstərək və yekunlaşdıraq. Poligonda da yenə də eynidir, eyni tipli funksionallıq. Eyni tipli deməzdim, yəni özünə məxsus funksionallıqlar var. Birinci ilk öncə götürdüyümüz yenə də poligon çəkmək üçündür. Bu formada poligonu çəkdik. Adi poligon çəkiliş qaydasıdır. Bunu zaten bilirsiniz. Sonra gələn autocomplete poligondur. Bu nə edir? Bu həm bu formada işləyir. Məsəl üçün, bunun üzərinə sağ tərəfində bura qədər çəkdinsə, onu artırır, reshape kimi eləmir də, reshape poligonun özünü böyüdür. Bu isə ona əlavə olaraq bir poligon çəkir və ona yapışdırır, yəni onun üzərinə keçmir. Və eyni zamanda da belə bir funksionallığı var ki, məsəl üçün, reshape ilə mən bunu seçib, reshape ilə bunu belə kəsəcəm. Məsəl üçün, belə bir poligonumuz var. İkinci poligon da deməli, bu kəsişmə leyeri idi. İkinci poligonumuzda, məsələn, deyirəm, bu formadadır. Yəni, ortada bir boşluq var və bu boşluğu doldurmaq üçün autocomplete poligondan istifadə edirlər. İki cür istifadə etmək olur. Belə də istifadə eləmək olar.
Belə olan halda 2 dənə kontur yaradır. 1, 2. Sonra əgər birləşdirmək lazımdırsa merge-dən istifadə edəcəksiniz. Yox, əgər bütöv istəyirsinizsə olsun, sadəcə bu nöqtədən bu nöqtəyə 2 dəfə double klikləyirsiniz, həmən hissəni doldurur. Bir də bu formada autocomplete poligon 2 forması belədir. Sonra gəlir bizdə bucağa görə. Yenə də bucağa görə həmən elə bayaq bunun üzərini göstərdik. Bu formada eləyib, yenə də belə sağa sola ikinci bir poligonu çəkmək üçündür. Geri qaytarıram. Sonra dairəvi poligondur. Sonra bu dairəvi çənləri falan çəkəndə daha çox istifadə olunur. Su çənləri falan, neft çəni fərqi yoxdur, çən olsun. Bu isə məsəl üçün belə tikililərdə faydalıdır. Kvadrat düzbucaqlı şəklində olan, kvadrat şəkildə olan tikililəri ondan işləmək olar. Bunu seçib silirik. Yaddaşa verin, bu silinsin elə. Sonra bizə lazımdır. Burada şəkillərin gözünü açıb, böyüdüb bunu çəkəcəm bundan. Bu formada bir dəfə klikləyirik. Uzun hissəsindən götürsəz yaxşı olar və bu formada çəkəndə hər tərəfini eyni ölçüdə verir. Bu yaxşı funksionallıqdır. Əsasən belə kvadrat evləri, düzbucaqlı şəkildə olan evləri bundan çəkirlər. Bu alətlə çəkmək daha faydalıdır. Yenidən şəkillərin gözünü bağlayaq və davam edək. Burada növbəti ellipsdir. Ellips şəklində də bu formada bir düz xətt çəkib, sağa sola fərqi yoxdur, hərəkət elətdirib, bir klikləyib, yuxarı aşağı etməklə ellips formasında da çəkə bilərsiniz. Bunu da geri qaytarıram. Ondan sonra yenə digər freehanddir. Bu da bayaq demişdim bunu. Gölün sərhəddini falan çəkməkdə faydalıdır. Bir dəfə klikləyib, əlinizə ilə hərəkət elətdirməklə çoxlu nöqtələr qoyub sahil zolağını çəkə bilərsiniz. Bu daha yaxşıdır, onu işləmək üçün. Bunu da geri qaytarıram. Sonra gəlir autocomplete freehand. Bu da elə eyni şeydir. Yenə də bu formada üzr istəyirəm, digər poligonda eləməliydim bunu. Məsəl üçün belə bir formadır və bunu biz bundan bir dəfə klikləyib hərəkət elətdirməklə o hissəsini də çəkə bilirik. Sonra trace'dir. Trace'də də yenə bunda da o birisi kimidir. Bu formada gedib yekunlaşdırıb sonra çəkə bilərsiniz. Və bir də bu var. Bu da demək olar ki, onun kimi, bunun kimi freehand kimidir, amma bu da belə bir poligon çəkib, o hissəsini əlavə bir poligon çəkib, bu hissəsinə yapışdıra bilirsiniz. Hamısı bunların snappingə görə lazım olan bir funksionallıqlardır. Bu qədər. Sonra növbəti dərslərimizi izləməyə davam edərsiniz. Maraqlı videolar qarşıda sizi gözləyir. Videoları bəyənib paylaşmağı unutmayın. Sağ olun.